Salam. Gəlin bugün C proqramlaşdırmasında çoxlarının çəkindiyi, hətta qorxduğu bir mövzuya, yəni pointerlərə birlikdə baxaq. Və görəcəksiniz ki, bu güclü konsepsiya əslində heç də qorxulu deyil, əksinə çox məntiqlidir. Yəqin ki, bu an hər bir proqramçıya tanışdı. Saatlarla əziyyət çəkib kod yazırsan, hər şey düzgün görünür, məntiq yerindədir, amma proqramı işə salan kimi, bum! Heç bir xəbərdarlıq etmədən çökür. Bu məyusluğun arxasında çox vaxt yaddaşın dərinliklərində gizlənən bir sir yatır. Gəlin real bir hadisəyə nəzər salaq. Baxın, bir proqramçı P adında bir pointer yaradır. Sonra bu pointerin göstərdiyi yerdəki key dəyişəninə bir dəyərini mənimsədir. Bura qədər hər şey əladır. Amma bir sonraki sətirdə daxili bir pointer vasitəsilə başqa bir dəyər təyin etməyə çalışanda proqram çökür. Axı niyə? Gəlin araşdıraq. Kodun müəllifinin də çaşqınlığı aydın görünür. O sadəcə bir dəyər mənimsətməyə çalışırdı, amma qarşılığında çox müəmmalı bir xəta mesaj aldı. Bu, qanunsuz təlimat xətası adətən bir anlama gəlir. Proqramınız getməməli olduğu bir yerə, yəni icazəsi olmayan bir yaddaş sahəsinə girməyə çalışır. Beləliklə, bu məsələ bir növ detektiv hekayəsinə çevrilir. Bu çökən kodun səbəbini tapmaq üçün biz pərdə arxasına keçib pointerlərin əslində necə işlədiyini başa düşməliyik. Yaxşı, bu sirri açmaq üçün gəlin ən təməldən başlayaq. Yəni, kompüterin yaddaşı necə təşkil olunub? Gözünüzün qabağına gətirin ki, kompüterinizin yaddaşı, yəni RAM, milyonlarla balaca poçt qutusundan ibarət nəhəng bir küçədir. Siz hər dəfə bir dəyişən yaradanda, məsələn, int x bərabərdir 10, kompüter gedir boş bir poçt qutusu tapır, içinə 10 dəyərini qoyur və o qutuya da unikal bir ünvan verir. Yaxşı, bəs biz həmin poçt qutusunun ünvanını necə öyrənə bilərik? Bax, bunun üçün ampersand, yəni and operatoru var. Məsələn, əgər g dəyişəninin dəyəri 42-dirsə, and g bizə 42-ni yox, o 42-nin yaddaşda yerləşdiyi, o unikal ünvanı, məsələn, 0x7f3. kimi bir şeyi verəcək. Deməli, artıq ünvanı əldə etməyi bacarırıq. İndi isə o ünvanı bir yerdə saxlamaq üçün bizə xüsusi növ bir dəyişən lazımdır. Və bu xüsusi dəyişənə də pointer deyilir. Pointerin özü bir rəqəm, mətin və ya başqa bir data saxlamır. O sadəcə və sadəcə başqa bir dəyişənin ünvanını, yəni harada yaşadığını özündə saxlayır. Pointer elan etmək üçün ulduz star işarəsindən istifadə edirik. Baxın, int p yazanda biz əslində kompilatora deyirik ki, ey kompilator, p adi bir dəyişən deyil, o bir tam ədədin ünvanını saxlamaq üçün nəzərdə tutulub. Bərabər və i hissəsi isə p-yə i dəyişəninin ünvanını mənimsədir. Bu təsvir əslində məsələni mükəmməl izah edir. Gördüyünüz kimi, B qutusunun içində 42 rəqəmi yoxdur. Onun içində i qutusuna aparan bir ox var. Pointer məhz bu oxdur. Bir dəyişəni digərinin yaddaşdakı yerinə bağlayan bir əlaqə. Çox gözəl. Ünvanı pointerdə saxladıq. Bəs indi o ünvanda nə olduğunu, yəni o poçt qutusunun içində nə olduğunu necə biləcəyik? Və burada yenə də ulduz işarəsi bizim köməyimizə gəlir. Amma bu dəfə tamamilə fərqli bir rolda. Dolayı operator, yəni diferensiasiya operatoru adlanan bu ulduz, ünvan operatoru and-inin tam əksidir. Bu operator sanki pointerə deyir, dayanma, göstərdiyin ünvana get və oradakı dəyəri mənə gətir. Yəni, qısacası, bu iki operator bir-birinin tam əksidir. And sizə poçt qutusunun ünvanını verir, star isə həmin ünvana gedib qutunun içindəkini götürür. Biri sizi ünvana aparır, digəri isə ünvandakı dəyəri sizə gətirir. Hə, bilirəm, bu ulduz işarəsi ilk başda adamı biraz çaşdıra bilər. Çünki C dilində kontekstdən asılı olaraq 3 fərqli anlama gələ bilir. Riyazi vurma, pointer elanı və ya bir pointerin göstərdiyi dəyəri əldə etmək. Bu fərqi anlamaq pointerlərlə işləməyin açarıdır. Beləliklə, artıq əlimizdə lazımi alətlər var. Gəlin indi başlanğıcdakı o müəmmalı koda qayıdaq və görək problem əslində hardadır. Xatırlayırsınız da, P üçün yaddaş ayrılır, birinci dəyər mənimsədilir, hər şey qaydasındadır. Amma ikinci pointerə müraciət edən kimi proqram çökür. Artıq biz bunun səbəbini tapmağa hazırıq. Və günahkar key pointeridir. Baxın, biz P-nin özü üçün yaddaşda yer ayırmışıq, amma onun daxilindəki key pointeri üçün
heç bir yer ayırmamışıq. Yəni key pointeri hazırda boşluğa işarə edir. Daha doğrusu, yaddaşdakı təsadüfi bir zibil ünvanı. Stack Overflow'dakı bir şərh də bu problemi çox gözəl ümumiləşdirir. Siz əslində mövcud olmayan bir poçt qutusuna məktub atmağa çalışırsınız. Nəticə, əlbəttə ki, xəta. Proqram etibarsız bir ünvana müraciət etməyə çalışdığı üçün sistem onu dayandırır. Yaxşı, bəs belə halların qarşısını necə almaq olar? Bunun üçün null deyilən bir şey var. Əgər bir pointeriniz var, amma o hələ ki heç bir yerə işarə etmirsə, onu nulla bərabər etmək ən təhlükəsiz yoldur. Bu, kompilyatora bu oxun hələlik bir hədəfi yoxdur demək kimidir və təsadüfi çökmələrin qarşısını alır. İndi düşünə bilərsiniz ki, bütün bu baş ağrısına dəyərmi? Pointerlər niyə bu qədər vacibdir? Səbəb odur ki, onlar təhlükəli olduqları qədər də güclüdürlər və proqramlaşdırmada inanılmaz imkanlar yaradırlar. Bu, pointerlərin ən fundamental güclərindən biridir. Gəlin fərqə baxaq. Soldakı vəziyyətdə funksiyaya dəyişənin sadəcə bir kopyası göndərilir. Funksiya o kopya üzərində istədiyi dəyişikliyi edə bilər, amma orijinal dəyişənə heç nə olmur. Sağda isə funksiya dəyişənin özü yox, onun ünvanı ötürülür. Bu isə o deməkdir ki, funksiya artıq birbaşa orijinal dəyişənin özünə daxil olub, onu dəyişə bilir. Bildiyimiz kimi, C dilində funksiyalar adətən yalnız bir dəyər qaytara bilir. Bəs tutaq ki, bizə bir bölmə əməliyyatının həm qismətini, həm də qalığını qaytaran bir funksiya lazımdır. Bax, pointerlər bunu mümkün edir. Biz funksiyaya nəticələri saxlamaq istədiyimiz dəyişənlərin ünvanlarını veririk. Funksiyada hesablamaları aparıb, nəticələri birbaşa həmin ünvanlara yazır. Beləcə, biz sanki bir funksiyadan bir neçə dəyər qaytarmış oluruq. Gördüyünüz kimi pointerlər sadəcə bir ünvan deyil. Onlar yaddaşı birbaşa idarə etmək, məlumatları daha səmərəli ötürmək və mürəkkəb data strukturları qurmaq üçün bir açardır. Artıq pərdə arxasında nələr baş verdiyini bilirsiniz. Bu yeni biliklə sizcə kodun dərinliklərində gizlənən daha hansı sirləri aça bilərsiniz?